Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Xəbərlərin saat 17-yə olan buraxılışını təqdim edirik. Studiyada Bəsti Qasımovadır. Əvvəlcə anonslara nəzər salaq. Yaxın Şərqdə münaqişə bitməyib, İran, İsrail və Birləşmiş Ştatlar niyə özlərini qalib elan edir? NATO Rusiya yaxınlığında güclənməyə davam edir. Niderlanddan 18 F-16 qırıcı təyyarəsi Rumuniyaya göndərildi. Sabirabadda ailə daxili mübahisə cinayətə səbəb oldu. 69 yaşlı kişi həyat yoldaşını və gəlinini bıçaqlayaraq xəstəxanalıq etdi. İndi isə daha ətraflı. Vətən müharibəsində əsl qəhrəmanlıq dastanı yazıldı. Bu xalqın heç nədən qorxmayan fədakar övladları öz adlarını qızıl hərflərlə tarixə əbədi olaraq həkk etdirdilər. Onlar arasında xüsusi təyinatlı qüvvələrin əfsanəvi taborunun komandiri polkovnik leytenant Nizami Əliyev də var. 26 iyun Silahlı Qüvvələr günündə qəhrəmanımız keçdiyi döyüş yolunu bizimlə bölüşüb. İzləyək. Xüsusi təyinatlı qüvvələrdə əfsanəvi taborun komandiri, aprel döyüşlərinin və Vətən müharibəsinin qəhrəmanlarından biri, ehtiyatda olan polkovnik leytenant Nizami Əliyev. Hərbiçi kimi xidmət etmək müsahibimin uşaqlığı arzusu olub. Uşaqlığımızı əslində biz 1-ci Qarabağ müharibəsi ilə yaşamağa başladıq. O çətinliklərlə düşmənə nifrət hissi yarandı və intiqam hissi yarandı. Çünki biz Xocalını gördük, çünki biz o ağır döyüşləri gördük, qaçqınlarımızı, məcburi köçkünlərimizi gördük və onların intiqamının almasıyla artıq biz böyüdük və bu hisslə yaşadıq. Elə maraq da əslində oradan yarandı. Orta məktəbdə oxuyurdum həmin ərəfələrdə. Cəmişd Naxçıvanski adına hərbi liseyə girməyə qərar verdim və məqsəd qoydum. Naxçıvanski adına liseydən başladım. Ondan sonra orada seçilərək Türkiyə Respublikasında təhsilimi davam etdirdim. Hərbi liseyi, hərbi məktəbi, komanda kursunu, dalğıc kurslarını demək olar ki, bütün həm təhsilimi, həm də ki, peşəmlə bağlı kursların hamısını orada bitirdim. Artıq orada bitirdikdən sonra Azərbaycan Respublikasına qayıtdım zabit kimi və Azərbaycan Respublikasına xidmətə başladım. Əfsanəvi taborun qəhrəmanı deyir ki, Azərbaycan ordusu öz gücünü döyüş meydanında göstərdi. Əfsanəvi tabor bizim həm müharibədən qabaq Azərbaycanın ərazi bütövlüyün bərpasında düşmənin diversiya bildiyimiz kimi hər zaman düşmən atəşkəsi pozmağa çalışırdı, qeyri-stabil bir vəziyyət yaratmağa çalışırdı və bizim də taburumuz, bölmələrimiz bu düşmən diversiya əməliyyatlarının qarşısını almağa hər zaman müvəffəq olmuşdur. Elə xüsusi təyinatlı taburumun, yəni əfsanəvi taburumun adı artıq oradan formalaşmağa başladı. Müharibədə də çox çətin tapşırıqlar yerinə yetirdi. Çox ağır itkilər verdik. Həm şəhid olsun, həm qazilər olsun. Düz Şuşaya qədər xüsusi əməliyyat taburum, yəni əfsanəvi taburu yolunu davam elətdirmişdi. Hadrutun azad olunmasında iştirak eləmişdir. Şuşanın azad olunmasında şəxsi heyətim iştirak eləmişdir. Və dediyim kimi bu ağır əməliyyatların nəticəsində, ağır itkilərin nəticəsində əfsanəvi taburun artıq xalq tanıdı və o adı, o ismi bizim xalqımız verdi ona əslində. Vətən müharibəsi şanlı tariximizdir. Bu tarixi yazan isə qorxmadan silaha sarılan güclü ordumuzdur. O oğullar ki, bütün dövrlərdə qəhrəmanlıq səlnaməsi kimi varaq-varaq oxunacaq, adları dillərdə dastan olaraq qalacaq. Bu tarixi yaşamağımız, yəni bizim üçün çox böyük bir qürurdur. Çünki biz həm Azərbaycanın müstəqillik dövrünü yaşadıq, həm Azərbaycanın işğal olunmuş ərazilərini bərpa elədik, işğaldan azad elədik. Biz xalq olaraq, ordu olaraq bunu göstərdik ki, biz çox böyük bir xalqıq. 100 ildən sonra, 200 ildən sonra biz olmayacağıq, amma bu tarix davam edəcək. Bu bizim gələcək nəsillərimiz tarix kitablarından həmən bugün yazılan tarixi, biz yazdığımız tarixi oxuyacaqlar və bizi hər zaman xatırlayacaqlar.
İranın ali lideri Ayətullah Əli Xameneyi İsraillə münaqişədə qələbə münasibəti ilə İran xalqını təbrik edib. Bu barədə ali liderin mətbuat xidməti məlumat yayıb. Bütün hayküyə, bütün iddialara baxmayaraq, İslam Respublikasının zərbələri nəticəsində Siyonist rejim faktiki olaraq məğlub olub və əzilib. Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib. Yaxın Şərqdə İran, İsrail və Amerika Birləşmiş Ştatları arasında baş verən münaqişə bəlkə də daha geniş miqyaslı münaqişənin başlanğıcıdır. Analitiklərin fikrincə tərəflər arasında atəşkəs elan olunsa da bu münaqişənin bitməsi demək deyil. Bundan başqa hər üç tərəf əməliyyatların sonunda qələbə əldə etdiyini bəyan etsə də reallıqda tərəflərdən heç biri mütləq üstünlük qazanmayıb. O zaman ortaya sual çıxır. Niyə bu ölkələr özlərini qalib elan edir? Ekspertlər baş verənlər barədə danışıb, izləyək. Əzəxə İsrail aykırım. Hörmətli İsrail vətəndaşları, Yüksələn Aslan əməliyyatı çərçivəsində 12 gün ərzində biz tarixi qələbə qazandıq və bu qələbə nəsillər boyu davam edəcək. Biz üzərimizdəki iki əsas eksistensial təhlükəni aradan qaldırdıq. Nüvə bombaları və 20.000 ballistik raketlə məhv olmaq təhlükəsini. İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi. Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial ixtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi. ABŞ İrana qarşı uğurlu hərbi əməliyyat keçirdi və nüvə bombasını Tehranın əlindən aldı. Onlar bacarsaydı bundan istifadə edərdilər. Dünənki hücum Vaşinqton üçün tam və mütləq qələbə idi. Fikir verin, hər üç tərəf Amerika Birləşmiş Ştatları, İsrail, İran qələbə qazandıq deyir. Bu necə qələbədir ki, hər üç tərəf öz adına çıxarır. İranda yüksək rütbəli rəsmilər, nüvə alimləri öldürüldü. Birləşmiş Ştatlar ölkənin nüvə obyektlərini bombaladı. İran da İsrailə, Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına raket attı. Lakin mütləq qələbə yoxdur. Bəs qalib kimdir? Fikrimcə münaqişə hələ də qarşılıqlı əlaqə xəttləri üzrə davam edir. Amerika administrasiyası münaqişəni mövcud reallıqlar və gələcək zərurətlər əsasında idarə edir. Ən mühüm amil İranın Amerikanın zərbələrinə cavabıdır. Əgər bu zərbələr yalnız İsrailə yönəlsə, mən inanıram ki, İran-İsrail arasında qarşılıqlı münaqişədən kənara çıxmayacaq. Bu, ABŞ prezidentinin həyata keçirdiyi xüsusi əməliyyatların bir hissəsi idi. Məsələn, Usama Bin Laden və Qasım Süleymaninin öldürülməsi və s. kimi. Hesab edirəm ki, Fordo, İsfahan və Natans obyektlərinə edilən hücum İrana qarşı müharibə elan etməkdən daha çox həmin xüsusi əməliyyatların bir hissəsi idi. Görünür, İsrail-İran münaqişəsi bitməyib, çünki ortada mütləq qələbə yoxdur. Silahı yerə qoyub, mən təslim oldum deyən tərəf görünmür. Adətən bütün müharibələrdə ya mütləq kapitulyasiya və ya sülh müqaviləsi ən azı qalib tərəfin diktə etdiyi bir sənəd olur. Məsələn, 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədə Ermənistanın kapitulyasiyası ilə nəticələnən 10 noyabr sənədi kimi. Bu danılmaz faktdır ki, 2-ci Dünya müharibəsindən sonra Azərbaycan qədər bir mənalı və tam qələbə qazanan olmayıb. Beynəlxalq hüququn mexanizmlərinin real şəkildə həyata keçirilməsi, Azərbaycanın öz ərazilərini işğaldan azad edilməsi istiqamətində sərgilədiyi qətiyyətli mövqe, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin öz gücünə yerinə yetirilməsi, yəni güc faktoru ilə yanaşı həm də ədaləti bərqərar etməsi təbii ki, hər kəsə nümunədir və bu bir daha sübuta yetirir ki, münaqişələrin, qarşıdurmaların, ziddiyyətlərin mərhələli həlli nəticə etibarilə heç bir perspektiv vəd etmir və bu proses bir dəfəlik tənzimlənməlidir. Beynəlxalq humanitar hüququn bütün prinsiplərin qorunması istiqamətində nümayiş etdirdiyi qətiyyətli mövqe, mülki şəxslərə ziyan vurulmaması üçün böyük bir fədakarlıq Azərbaycan ordusunun nümayiş etdirilməsi qənaətimə görə bugün bütün dünyaya nümunə ola bilər. Ona görə də müharibəni konkret hədəf müəyyənləşdirərək və sonunu görə bildiyin zaman başladıb bitirməlisən ki, gələcəyə xalq üçün yalnız bir şey qalsın. Mütləq qələbənin dayaqları üzərində inkişaf etmək və daha da qüdrətli olmaq.
Niderland Rumeniyaya simvolik qiymətə 1 avroya 18 ədəd F-16 döyüş təyyarəsi verir ki, bu da Rumeniyanın hava qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Beləcə, Rumeniya NATO müttəfiqlərinə dəstəyini gücləndirərək F-16 pilotlarının təlimi və müdafiə sahəsində əməkdaşlıq üçün əsas regional mərkəzə çevrilir. Niderland Rumeniyaya simvolik qiymətə 18 ədəd F-16 qırıcı təyyarəsi satıb. The Economic Times-da yayılan məlumata görə qırıcıların qiyməti 1 avro həcmində dəyərləndirilib. Onların Rumeniyada fəaliyyət göstərən və Ukraynalı hərbi pilotların hazırlığını həyata keçirən təlim mərkəzində istifadə olunacağı qeyd olunub. Bildirilir ki, hazırda Rumeniyanın hərbi hava qüvvələrinin sərəncamında olan F-16'ların sayı 70 ədəd təşkil edir. Rumeniya tezliklə bu tip reaktivdən istifadə edən müxtəlif ölkələrdən olan bütün F-16 pilotlarına təlim keçəcək. Buraya Bolqarıstan, Slovakiya və yaxın şərq ölkələrindən olan pilotlar da daxildir. Narkotik vasitələrlə mübarizə çərçivəsində paytaxt və bölgələrdə əməliyyatlar keçirilib. Nəticədə 5 nəfər saxlanılıb. Maraqlısı isə odur ki, ələ keçirilənlər arasında 59 yaşlı qadın da var. Ölkədə 5 nəfər 60 kiloqram narkotiklə tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Paytaxtın Sabunçu, Yasamal və Yevlax rayonlarında keçirilən əməliyyatlar nəticəsində əvvəllər məhkum olunmuş 5 nəfər, 59 yaşlı Şəhla Kərimova, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifov, 37 yaşlı Babək Talıbov, 29 yaşlı Eyvaz Məmmədov və 43 yaşlı Çingiz İsmailov saxlanılıb. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb. Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədi ilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Əməliyyat istintaq tədbirləri davam etdirilir. Sabirabadda ailə daxili mübahisə sonda cinayətə səbəb olub. 69 yaşlı şəxs həyat yoldaşını və gəlinini bıçaqlayaraq xəstəxanalıq edib. Hadisənin təfərrüatları barədə ətraflı sıradakı sujetdir. Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Beşdəli kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Rəvan Hüseynov, həyat yoldaşı 1964-cü il təvəllüdlü Aydə Hüseynova və gəlini 1983-cü il təvəllüdlü Lətavət Hüseynovanı bıçaqlayıb. Mən də işdəydim, işdən gəldim, elə hadisəni eşitdim. İki xəstə zat da öyle idi. Deyəsən, həyat yoldaşı ilə olur. Birinci həyat yoldaşı. Gəlin niyə bıçaqlayıb? Gəlin də yağın ola bilər, araya gələ bilər, ayırmağa. Elə ola bilər. Yaralılar bıçaq xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Təbibdən bildirilib ki, 26 iyun saat 04:50 radələrində kəsilmiş, deşilmiş xəsarətlər ilə 2 nəfər Sabirabad rayon sakinləri Şirvan şəhər mərkəzi xəstəxanasına hospitalizasiya olunub. 61 yaşlı qadına döş qəfəsinin açıq yarası diaqnozu təyin edilib və əməliyyata alınıb. 42 yaşlı qadına isə sol qolun kəsilmiş yarası diaqnozu təyin edilib. Ona zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıb. Sabirabad rayon sakini Rəvan Hüseynov aralarında yaranmış mübahisə zəminində ailə üzvü olan 2 nəfərə kəsici alətlə xəsarət yetirib. Rəvan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı rayon polis şöbəsində araşdırmalar aparılır. Xüsusən bölgələrdə hökm sürən qeyri-sabit hava şəraiti fermerlərin işini çətinə salıb. Zərər çəkənlər arasında arıçılıq təsərrüfatı ilə məşğul olanlar da var. Sözlərinə görə arı ailələri yayılan xəstəliklər səbəbindən getdikcə məhv olur. Bu isə son nəticədə məhsuldarlığa olduqca mənfi təsir göstərir. Odur ki, Qubalı fermerlər həyəcan təbiri çalır. Sağlam arı belə də az kütlədə də olsa, az sayda da olsa arı gücü, arısının sayı və o sürətli inkişaf eləməyə malikdir. Amma
belə deyək, o xəstəlik varsa həmin arıda, o həmin arı ailəsində, həmin arı ailəsi belə deyək ki, sürətli inkişaf edə bilmir. Aprel ayından etibarən havaların qeyri-sabit keçməsi arıçılıq təsərrüfatlarına mənfi təsir göstərib. Təsərrüfat sahiblərinin sözlərinə görə məhsuldarlıq da ötən illə müqayisədə aşağı düşüb. Arıxanalarda bir sıra xəstəliklər yayılıb. Bu illərin müşahidələrimə görə yağışlı illər olduğuna görə bu il xəstəliklərin artımı çox görsənir. Məhsuldarlıq əlbəttə keçən ilə nisbətən bu illər çox aşağıdır. İndi ümid olsa, hava şəraiti olsa, nəsə bir şey ortaya çıxma ehtimalı olar, yəni dağətəyi bölgələrdə. Yəni arını gəzdirmək lazımdır. İndi oturaq arıçılıq olaraq yəni bu məhsuldarlığın aşağı olması ehtimalı var. Belə getsə bəli, 90% nəzərdə tutmaq olar ki, tamamilə azlıq təşkil edir. Ötən il 50 arı ailəm var idi, onun 45-i yoxa çıxdı. Bu ildə 120-dən 106-sı yoxa çıxır. Bu il bu qışda dəyən ziyan mənə bir 40 min manat var. Keçən ilki balın 30% yoxdur bu da yeşiklərdə. Hazırda bir neçə xəstəliklər var. Nozema pisti, Nozema seranadır. Sonra tropi yeni bir gənə növüdür, o gəlib. Sonra ənənəvi gənə növlərindən biri varo gənəsidir. İflis xəstəliyi var. Məsələn, çox arıcıdır ki, məndə yeşimdə hər şey qaydasındadır, amma arılar yeşim qabağına tökülür, hərəkət eləyə bilmir. Məsələn, mən özüm əlimlə götürüb qoyuram, tutaq ki, yeşin ağzına, görürsən ki, arılar heç yuvaya girmək istəmirlər. Bu, belə deyək ki, iflis xəstəliyidir və çox arıçılarımız da bunun üçün də mübarizə aparmır. Məsələn, arının immuniteti çox aşağı düşdüyü üçün, məsələn, biz onun immunitetini qaldırmalıyıq ki, məsələn, xəstəliyə qarşı mübarizə aparırsın. İyunun 18-dən 21-nədək Bakı Expo mərkəzində keçirilmiş 6-cı yerli şirkətlərin tanıtım sərgisinin yekunu ilə bağlı axşam ziyafəti təşkil olunub. Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının sədri Tural Mustafayev çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Həmçinin sərgidə fərqlənən şirkətlər təltif olunub. 18-21 iyun tarixlərində Bakı Expo mərkəzində keçirilən 6-cı yerli şirkətlərin tanıtım sərgisinin yekunu münasibəti ilə axşam ziyafəti baş tutub. İyunun 24-də keçirilən tədbirdə rəsmi qonaqlar, sərgi iştirakçısı olan sahibkarlar və şirkət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov iştirakçılara uğurlar arzuluyub və sərginin iqtisadiyyatın şaxələndirilməsində, yerli şirkətlərin qlobal bazarda mövqelərinin gücləndirilməsində mühüm rol oynadığını bildirib. Sizin inamınız ölkəmizin iqtisadiyyatını qurur və qurmaqdadır. Çünki sahibkarlığın inkişafı, şirkətlərin inkişafı bizim ölkə iqtisadiyyatımızın dirəyidir. Burada toplaşan hər bir sahibkar ölkəmizin inkişafında öz bir payı vardır, əməyi vardır. Ən əsas ana vəzifəmiz isə Azərbaycan brendini xaricə tanıtmaqdır, bu brendi ixrac etməkdir və onu daha da gücləndirməkdir. İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol qrupun təsisçisi Tural Mustafayev sərginin yerli bizneslər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verib. Elə bir motivasiya aldıq ki, biz artıq 2026-cı il sərgimizin təşkilatçılığına başladıq. Sərgi vaxtı şahid oldunuz, çöldə də sertiyocu yerləşdirmişik, artıq şirkətlər yerləşməyə başlayıblar sərgimizə. Bu bizim layihənin uğurlu olmasının göstəricisidir deyə biz düşünürük. 6-cı yerli şirkətlərin tanıtım sərgisinin təşkil olunmasında dəstək göstərən və stendi ilə fərqlənən şirkətlər təltif olunub. Bu kimi sərgilər sahibkarların bir-biri ilə sıx əlaqədə olmasını, etimad göstərməsini, güvənməsini sərgiləyir. Biz yerli sahibkarlar bir-birimizə dəstək olaraq bir yumruq şəklində birləşərək ölkəmizin inkişafına, eləcə də cəmiyyətin inkişafına töhfə veririk. Məncə biz bir yumruq olsaq, böyük və işıqlı Azərbaycanın gələcəyi naminə bir yerdə vuruşsaq, bu bizim həm ölkəmiz, həm cəmiyyətimiz, həm də millətimiz üçün çox xeyirli olar.
Tədbir çərçivəsində həmçinin Marsol Akademiyinin Gələcəyin Sahibkarları layihəsinin iştirakçılarının məzuniyyət mərasimi keçirilib. Bir illik təlim müddətində əldə etdikləri bilik və təcrübəni əks etdirən videoçarx nümayiş olunub. Məzunlara zəhmətlərini, inkişaflarını və əzmlərini təsdiqləyən diplomlar təqdim edilib. Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Qrupun birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı yerli şirkətlərin tanıtım sərgisində tekstil, qida, İKT, təhsil, inşaat, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub. Sərgidə 30 mindən çox ziyarətçi iştirak edib. Sərgi İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Dövlət Reklam Agentliyinin təşkilatı dəstəyi ilə baş tutub. Sərginin yekun mərasimi yerli şirkətlər üçün yeni işgüzar əlaqələrin qurulması, innovativ ideyaların paylaşılması və gələcək əməkdaşlıqlar üçün mühüm zəmin formalaşdırıb. Belə, dəyərli izləyicilər, bu saata çatdıracaqlarımız bunlar idi. Daim yenilənən xəbərləri Baku TV-nin saytından və sosial şəbəkələrdəki hesablarımızdan izləməyi unutmayın. Həmçinin ekranda gördüyünüz frekansları yığmaqla bizi kabel yayımından da izləyə bilərsiniz. Qaynaq xətimiz isə sizin narahat edən mövzularla bağlı daim aktivdir. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.